parça və paltar üzərindən şam ləkəsinin təmizlənməsi. Bu məqsədlə qəhvə kağızı və yaxud məhrəbadan istifadə etmək lazımdır. Belə ki, 2 kağız və yaxud 2 qatlanmış məhrəbanı parçanın ləkə olan yerində alt və üst tərəfində qoyun. Sonra isti ütünü kağızın və yaxud məhrəbanın üzərində qoymaqla qalan parafinin əriməsi və onun kağıza və yaxud məhrəbaya cəzb olunmasına səbəb olacaq. Bu işi dəsmalları və ya kağızları dəyişməklə o qədər təkrarlayın ki, şamın ləkəsindən azacıq belə əsər əlamət qalmasın. Əgər şamın rəngli parafini sizin parça və yaxud nəzərdə tutduğunuz paltarın üzərində qalıbsa, sənaye spirtindən istifadə edin. Əlbəttə, bu məqsəd üçün ilk öncə parçanı azacıq spirtlə siladın. Sonra paltarın içindəki tikiş yerlərindən birinə sürtün. Əgər parçada spirtə görə reaksiya olmazsa, bu üsul sizin nəzərdə tutduğunuz paltar üçün uyğundur. Belə olmadığı halda onu çamaşırxanaya tapşırmaq lazımdır.